Bugünkü uşağımız 6 yaşında bizə sayın ayısında belə bir şiirliklə müraciət etmişdi. Müayinələrdən sonra xoşxəstəli törəmə, egzostoz və osteoxondrom aşkarlanmışdı. Özləri nədir? Uşaq balacadır, amma törəmə yetirincə böyükdür və artıq o biri sümüyə yaxınlaşır. Həm çölə doğru çıxır, həm o biri sümüyə yaxınlaşır. Həm də bu bölgədə bilirsiniz, arter, damar, sinir, bütün bətərlər hamısı buradadır. Onun üçün bu nə qədər böyük olsa, onu sonra çıxartmaq daha çətin olur. Eyni zamanda da böyüyüb, o birisi sümüyü də əyib və artıq ətrafda deformasiyaya gəlir. Onun üçün bunu çıxartmağa qərar verdik. Törəməmiz təxminən bu sınırlardadır. Bu sümükdən başlayıb bura doğru da böyüyübdür. Bu öndən görüntüdür. Gördüyünüz kimi burada bir problemi yoxdur. Artıq bu köynə törəmənin yeridir. Və burada görürsünüz, bu törəmə böyüyüb, bu sümüyü aralayır. Bu sümüyü ilə aralananda bu oynaqda problemlər yaranır. Onun üçün belə xəstələr erkən mərhələdə əməliyyat olmalıdır. Bu iki sümük aralandığı təqdirdə bu oynaqda problemlər çıxır. Gələcəkdə əyrilik, hərəkət məhdudluğu. Uşaq da əlini tərpətsin, keymə olmasın, əməliyyat bitmiş sayılır.